Artıq primitiv tiplərin son mərhələsindəyik. Bu dərsimizdə boolean, null, undefined, begint və symbol dərslərini keçəcəyik. İlk olaraq boolean nədir? Boolean yalnız iki dəyər ala bilən data tipidir. Bunlardan biri true, digəri isə false dəyərlərdir. İndi nə işə yarayır? Misal, ən çox şərt bloklarında istifadə olunur. Mən gəlirəm bura let tr bərabərdir true yazıram və let false bərabərdir false yazıram. Yəni qısa olaraq f-lı yazım və buna da false dəyərini yazmış oldum. Və daha sonra şərt bloklarında if tr əgər true'dursa konsola true cavabını göndərsin. Əgər else if false dəyərdirsə burada konsola false dəyərini göndərmiş olsun. Və hal-hazırda baxırıq. True dəyər olduğuna görə true cavabını yazmış olduq. Daha doğrusu biz gəlib burada else if deyil də else-dən istifadə edək. Bu şəkildə. Hal-hazırda tr yazdığımıza görə true cavabını göndərmiş olduq. Çünki şərt bloklarında birinci yazdığımız dəyər əgər true'dursa true cavabını göndərmiş olur. İkinci yazdığımız dəyər false-dursa false cavabını göndərmiş olacaqdır. Əgər mən bura fl yazdığım zaman baxın burada false dəyərini göndərmiş olduq. Çünki dəyərimiz artıq false dəyərdir. Yəni false dəyər olduğuna görə if blok çalışmayacaqdır. Yalnız else blok çalışacaqdır. Bizdə 6 false dəyər vardır. Bunların birincisi false dəyərdir. İkincisi 0 rəqəmdir. Number tipində olan 0 dəyərdir. Üçüncüsü boş bir stringdir. Dördüncüsü null dəyərdir. Beşincisi undefined'dır və altıncısı none dəyərdir. Yəni bu birlikdə 6 dəyər false tiplidir. Ona görə də tutalım ki boş bir string bura yazsaq, baxın false dəyərini almış olacaq və yaxud da ki 0 rəqəmini buradan yazsaq, yenə false dəyərini almış olacaq. None yazdığımız zaman da burada false dəyərini bu şəkildə almış olduq. Daha sonra ən çox qarışdırılan dəyərlərdən biri də null və undefined dəyərlərdir. Null ümumiyyətlə nədir? Null dəyər developerlər tərəfindən qəsdən verilmiş bir dəyərdir. Misal, real layihələrdə bu şəkildə istifadə olunur. Let product tutalım ki bərabər, daha doğrusu product yox, id bərabərdir null yazıram və id bərabər olur 1-ə. Logda id-ni bu şəkildə göstərdiyim zaman id dəyəri 1-ə bərabər olmuş olacaqdır. Ancaq mən burada 1-i yoruma alsam null dəyər kimi qarşımıza gəlmiş olacaqdır. Yəni bu real layihələrdə ən çox bu şəkildə istifadə olunur. Bu ən çox login işləmlərində tutalım ki developer name deyə name null deyə bir dəyər yazır və biz giriş etdiyimiz zaman tutalım ki name bərabər olur 50-yə. Daha doğrusu 50-yə. Və name'ə baxdığımız zaman name 50 kimi gəlmiş oldu və artıq login işləmlərində 50 öz adını bu şəkildə objektə daxil etmiş olacaqdır ki, hal-hazırda bu dəyər string bir dəyərdir. Object tiplərini keçdiyimiz zaman daha aydın görmüş ola biləcəyik. Undefined dəyəri isə mən misal bura let age yazıram, hər hansısa bir dəyər vermirəm və logda age bu şəkildə göstərdiyim zaman baxın undefined dəyərini almış olacam.
Bu JavaScript tərəfindən fırladılan bir undefined dəyərdir, belə deyək. Yəni əgər hər hansısa bir dəyər verilmədisə və yaxud da ki bir obyekt içərisində tutalım ki bunu bərabər eləyirəm. Buradan age bu şəkildə silirəm və obyektlərdə let var constant istifadə olunmur. 2 nöqtə qoyuram, 25 yazıram. Bir də vergül əlavə edirəm və name misal 0 deyə qalsın. Bu şəkildə. Tutalım burada gəlib age yaz, console.logda object nöqtə age yazdığım zaman 25 dəyərini görmüş ola biləcəm. Ancaq mən gəlib burada olmayan bir dəyəri, misal surname yazdığım zaman baxın burada da qarşımıza undefined dəyər gəlmiş olacaqdır. Yəni hər hansısa bir dəyər verməmişiksə və yaxud da ki həmin obyekt içərisində o dəyər yoxdursa və o olmayan dəyəri çağırdığımız zaman qarşımıza undefined dəyəri gəlmiş olacaqdır. İndi bu null və undefined'ın gəlin tiplərinə baxaq. Konsolda type of'dan istifadə edərək type of yazıram və bura undefined dəyərini yazıram. Baxın, type of undefined tipində olduğunu bizə göstərmiş olur. Bəs null tipi nə olacaqdır? Null tipi bizdə object tipində gəlmiş olacaqdır. İndi nəyə görə null object kimi sayılmış oldu? ASCII table'ını buradan göstərmək istəyirəm sizə. Burada daxil olaq. Aha. Baxın burada binary, yəni ikili sistemdə null dəyər 000 kimi yazılıb. 1995-ci ildə JavaScript yaradılarkən baş verən bir səhv kimi qəbul olunur. JavaScript'in yaradıcısı olan Brendan Eich ilk versiyanı çox qısa müddətdə hazırlamışdı. İlk JavaScript versiyasında dəyərlər bit səviyyəsində bu şəkildə saxlanılırdı. Ona görə də burada null dəyər 000'a bərabər olduğuna görə type of null, yəni nullun tipi object kimi qəbul olundu. Və bunu dəyişmək qeyri-mümkündür. Çünki internetdə milyonlarla kod var idi və əgər dəyişsələrdi, işləyən bütün köhnə kodlar sınacaqdı. Bu da bir çox proqramların, yəni misal Chrome'un, Firefox'un və digər proqramların işləməsinə mane olacaqdı. Ona görə də bu JavaScript'də bir bug kimi saxlanılmış oldu. Bu da null tipinin əsas özəlliyindən biridir. Bunu da bu şəkildə bilmiş olun istədim. Və son olaraq iki primitiv tip vardır ki, bunlardan biri begin'dir. Mən bura let id yazdığım zaman, baxın burada begin adından da məlum olduğu kimi big integer deməkdir. Yəni böyük saylar deməkdir. 99 misal üçün bu şəkildə yazıram və n yazdığım zaman bunun tipi type of deyə yazıram və id-ni bu şəkildə qeyd edirəm. Baxın, bunun tipi begin kimi gəlmiş oldu. Əgər mən buradan n-ni sildiyim zaman, baxın, bu number tipi kimi gəlmiş olacaqdır. Yəni çoxlu sayda 9'ları bu şəkildə yazdığımız zaman bunun hansı tipdə olduğunu n hərfini yazaraq bu şəkildə istifadə edə bilərik. Və digər son dəyər simvoldur ki, mən misal let id bərabərdir simbol yazıram və mütərizəni əlavə edirəm. Bura id deyə yazıram. Daha sonra let user deyə bir object qurmuş olan bura name bərabərdir 50 yazıram. Daha doğrusu bu nöqtə ilə olur. 2 nöqtə qoyub 50 yazıram və id-ni də bir ədrin içərisində bu şəkildə yazmış oluram və buna da
1, 2, 3 deyə rəqəmləri əlavə etmiş oluram. Və daha sonra logda user.id-ni çağırdığım zaman undefined cavabı gəlmiş olacaqdır. Çünki burada id string property, yəni xüsusiyyət sayılır və string property olduğuna görə undefined cavabını almış olacaq. Əgər mən gəlib burada simvol kimi qeyd etmək istəsəm, sadəcə qapalı mötərizədən istifadə edirəm və id-ni bu şəkildə yazıram və 1, 2, 3 dəyərini bu şəkildə görmüş ola biləcəm. Ümumiyyətlə, simvollar real layihədə obyektin gizli və unikal propertilərini, yəni xüsusiyyətlərini saxlamaq üçün istifadə olunur. Real layihələrdə ən çox security məqamlarında, yəni bir layihədə istifadəçinin məlumatlarını daha təhlükəsiz qorumaq üçün simvol primitiv tipindən istifadə olunur. Bu dərsimizdən də bu qədər. Primitiv tiplər haqqında deyəcəklərim bu qədər. Gələn növbəti dərsimizdə artıq referans tipləri ilə tanış olacaq. Növbəti dərsimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.